2-3 il əvvəl hardakı qanunlar qəbul olundu, Rus qanunu qəbul olundu, müxtəlif artıq da ölkədə ölkənin siyasi kursunu, geosiyasi kursunun dəyişdiyini müşahidə edirdik. O dövrlərdən başlayaraq biz davamlı şəkildə bəyanatlar eşidirdik ki, çünki əslində bu proseslərin çox aktiv bir hissəsi tələbələrdən ibarət idi. Və bunu müşahidə edən, bunu görən, bunu analiz edən dırnaqarası hökumət nümayəndələri tərəfindən təhdidlər eşidirdik ki, tələbələri güya konkret universitetlərdə beyinlərini yuyurlar və s. güya daha müxalifdirlər. Halbuki o tələbələr sırf yəni baş verən bu proseslərin hamısını müşahidə edir, görür, analiz edir və məsələ bugünü görürdülər ki, bu proseslərin sonu bura qədər gətirəcək, müxtəlif konstitusiyaya zidd qanunlar qəbul olunacaq. Bunu görürdülər məhz o tələbələr, ona görə iştirak edirdilər bu kimi proseslərdə, daha fəal idilər, daha aktiv idilər. Və bunun üçün əslində bir müxtəlif məhdudiyyət mexanizmləri düşünülürdü və bu təhdid şəklində, açıq şəkildə ifadə olunurdu ki, misal konkret dırnaqarası reformlar aparılacaq və bu kimi halların qarşısı alınacaq, güya daha keyfiyyətli olacaq təhsil və s. Bunu daha aydın bir şəkildə elə bu il gördük. Birdən-birə tam olaraq hansı araşdırmaya, hansı analizə əsaslanan bir məlumata, göstəriciyə əsasən olunduğu deyilmədən birbaşa siyasi sifariş olan təhsil reformu elan olundu.